Hamınıza salam uşaqlar. Mən sizə bu gün Steam-də oyunları necə pulsuz yükləmək lazımdır, onu göstərəcəm. İlk öncə mən sizə göstərim yüklədiyim oyunları. Hal-hazırda Forza Horizon yüklənir. Bundan qabaq bu oyunu yükləmişəm. Adını Beyond Drive-dır nədir? İndi Forza Horizon yüklənir. GTA 5 yükləmişəm. Və bir də burada bir oyun var idi. Bir də bu yüklənir. Bunların hamısını mən tam pulsuz yükləmişəm və necə yüklənir sizə onu göstərəcəm. İlk öncə giririk tarayıcıya, internetə. Burası Steam Tools. Steam Tools. Aha. Buradan ilk çıxan sitədə birincini yükləyirik. Yox, üzr istəyirəm. Birinci yox. Steam Tools Net. Bu səhifəyə giririk. Və buradan download setup. Mən indi yükləməyəcəm, yükləmişəm. Bunu yükləyəndən sonra qurulum edirik. Və açırıq. Gözlə. Steam Tools. Açanda burada belə bir şey gəlir. Steam logosu gəlir balaca. Bunu silmirik. Bu qıraqda qalır. Ondan sonra giririk yenə tarayıcıya. TeamDP. Yalnız onsuz elə birinci çıxan odur. TeamDP. Birinciyə giririk və buradan istədiyimiz hər hansı bir oyunu seçirik. Məsələn, mən nə seçim? Rus yükləyəcəm mən. Və burada bunun app idi var. Bunu kopyalayırıq. Ondan sonra yeni bir seçim açırıq və Valve Test proqramını giririk bura. Valve Test. Link aşağı qoymuşam. Onsuz yazan kimi çıxır birinci. Bura giririk. Və Start Granting. Bura bir kopyaladığımız ID-ni yapışdırırıq. Və axtarış. Şimdi bizdə bir dənə fayl yüklənəcək. Çox böyük fayl deyil. Yüngüldə tez yüklənəcək. Ondan sonra indirilənlər bunu ekrana çıxardırıq. Və bunun üstünə sağ klik və tümünü ayıqla. Gördüyünüz kimi buraya yeni klasör gəldi. Bunu silə bilərsiniz. Bu klasörün içine giririk. Buradakı oyunları, bu oyunlar demək, buradakı dosyaları belə seçib kopyalayıb atırıq. Şimdi bu bir açılan şeyin içine, Steam logosunun içine. Biz gözləyirik biraz geçsin. Tabi bunun vardı şimdi yoktu, bunu da silə bilərik. Və buna sağ klik eləyib Reset System. Deməylə başladıq. Tem proqramını. Biz Rus yükləmişdik də. Baxaq gəldimi? Aha. Baxın uşaqlar gəldi. Buradan yükləyib istədiyimiz kimi oynaya bilərik. Siz istərseniz buradan başqa oyunlar da yükləyə bilərsiniz. Hər cür oyun var. GTA 5, Forza Horizon 5, nə bilim, nə oyun istəyirsiniz. Yükləmək üçün də bura adını yazırsınız. Məsələn, nə yazdım mən? GTA 4 yazıyorum. Bunu da eyni qaydada Apple ID kopyalayırıq. Manifest proqramına gəlirik. İndi bura basanda reklam gəlir bir dəfə basanda. İkinci bunu silib təzədən kopyaladığımızı yapışdırırıq. Bu fayl yeni yüklənəcək. Yine eyni qaydada bunu atırıq bura.
Burası. Bunu yine tümünü ayıkla. Bizdə əgər RAR şəklindədirsə, RAR şəklində özü olur. Heç ayıqlamağa ehtiyac yoxdur. Bildiyim qədər. Yəni atırıq bura. Bunu artıq silə bilərik. Buraya yenə reset sistem. Sistem özü avtomatik yenidən başladılır. Geldi mi? GTA 4 yüklemiştik daha. Aha, gördüğünüz gibi buraya geldi. Bir de oyunlar bir məndə oldu. Oyun açılmırdı. Oyunun açılmağı üçün oyunun üstünə gəlib sağ klik edirik. Burada özəlliklər. Özəlliklərə basırıq. Burada yüklü dosyalar. Burada oyun dosyalarının bütünlüyünü doğrula. Vururuq, bu doğrulanır. Bundan sonra oyuna girib rahat oynaya bilərik. Oyun tam rahat açır. Videomuz bu qədər dostlar. Aşağıdan kanalımıza abunə olub like atmağı unutmayın. Hər hansı bir çətinliyiniz olsa şərh bölməsinə yazın. Mən sizə kömək göstərəcəm.